Salam, hər vaxtınız xeyirli, gününüz uğurlu olsun. Dəyərli izləyicilərim, xoş gördük sizləri. Bugün gördüyünüz kimi ağızda əriyən, yumşaq, qozlu kətə hazırlayacağam. Bunu necə hazırlayacağam? Əgər bu sizə də maraqlıdırsa, buyurun, izləyin. İlk öncə nə edirəm? 4 stəkan un götürmüşəm. Qeyd edim ki, stəkan ölçümüz 200 ml-dir. Unumuzun üzərinə yarım çay qaşığı duz əlavə edirəm. 3 yemək qaşığı şəkər tozu əlavə edirəm. Duzu, şəkər tozunu əlavə edəndən sonra unumuzu yaxşı-yaxşı qarışdırıram ki, bir-birinə daha yaxşı qarışsın. Bir paket kabartma tozunu da əlavə edib qarışdırıram. İnanın ki, bu reseptlə çox yumşaq alınır, çox dadlı alınır. Normalda mən bu kətəni hazırlayanda həm quru maya əlavə edirdim, həm də südlə yoğururdum. O biraz quru çıxırdı, amma bu reseptlə çox yumşaq, çox dadlı alındı. 200 ml kərə yağını da unumuza əlavə edib umaç halına gətirirəm. Gördüyünüz kimi unumuzu umaç halına gətirdim. İçərisinə 1 qap xama əlavə edirəm. Əgər sizdə xama yoxdursa, bunu qatıqla da əvəz edə bilərsiniz. Və üzərinə 2 balaca yumurta əlavə edirəm. Məndə yumurtalar kiçik olduğu üçün 2 ədəd əlavə edirəm. Əgər sizdə böyük olarsa, birini bütöv, birinin də ağını əlavə edib sarısını üzəri üçün saxlaya bilərsiniz. Bunu yaxşı-yaxşı qarışdırıb xəmirimizi yoğururam. Xəmirimizi yoğurdum, hazırdır. Bunu heç gözlətmədən 2 kündəyə ayıracağım. İki kündəyə ayırdım. Birini hazırlayana qədər o bir kündəmizi soyuducuda saxlayacağım. Kündəmizi yayıram. Kündəmizi yaydım və üzərini yağlayıram. Məndə içlik hazır olduğu üçün bunu necə hazırladım sizlərə göstərmədim. Onu deyim ki, qozdur, şəkərdir, bir də vanildir. Yəni məndə hazır olduğu üçün bunu çəkmədim. Ləpəni də əlavə edəndən sonra rulet formasında, bu formada yumurlayıram. Dediyim kimi, asan və tez başa gələn çox dadlı bir şirniyyatdır. Artıq şirniyyatımız hazırdır. Yumurta çəkirəm üzərinə. Yumurtanı çəkəndən sonra çəngəllə üzərinə bu formada bəzək vururam.
Bunu istədiyiniz formada kəsə bilərsiniz. Kvadrat və yaxud çəpinə. Mən çəpinə kəsirəm. Soba listinə düzürəm. Qeyd edim ki, mənim bu reseptimdən 29 ədəd kətə çıxdı. İçərisini sizə göstərirəm, necə qat-qat olduğunu. İkinci kündəmizi də eyni qayda ilə hazırlayıram. Xəmirimizi yaydım və üzərini yağlayıram. Ləpəni də eyni qayda ilə üzərinə əlavə edirəm. İkinci kündəmizin də üzərinə yumurta çəkib çəngəllə bəzək vururam. Və kətələrimizi sobaya bişməyə qoyuram. Dediyim kimi, asandır və tez başa gələn bir şirniyyatdır. 170 dərəcədə bunları bişirdim. Gördüyünüz kimi artıq bişib. Görünüşü möhtəşəm, dadı möhtəşəm olan qozlu kətəmiz hazır oldu dəyərli izləyicilərimiz. Bir videonun daha sonuna gəldik. Hazırlayacaq olan hər kəsə nuş olsun deyirəm. Hələlik bu qədər sağ olun. Allah'a əmanət olun. Paylaşdığım videolar kimlərəsə fayda oldusa, videolarımı izləyərkən bəyənməyi unutmayın.